Bir gənc oğlan olur, bunun bir dənə yaşlı anası olur. Bu, elə ana bala bunlar ikisi yaşayırmışlar. Başqa heç kimsələri yox imiş. Bir gün bu gənc oğlan iki arkadaşı ilə gedirlər piknik eləməyə dağa, çıxırlar dağa. Orada piknikdə yeyirlər, içirlər, oynayırlar. Sonra bu oğlanın tuvalet lazım olur. Mesela bunlardan biraz aralanır. Gelir bir yere, görür ki orada yumru bir şey var. Biraz torpağı eşeliyir, görür. Ha. Tez qayıdır yoldaşlarının yanına, deyir ki, bəs yuxarıda belə bir şey var. Bunlar gəlirlər, üçü də torpağı eşirlər, görürlər yumru bir qapaqdır. Bu qapağı qaldırırlar. Görürlər ki, quyudur. Quyunun içərisində nəsə yeməli bir şey var. Bunlar hiləgəri yapırlar. Oğlana deyirlər ki, sən bir bax gör bunun dadına, gör bu nədir? Oğlan da saf qəlbi təmiz oğlan olur. Baxır dadına, görür ki, bu baldır. Bir baldır bu. Deyirlər, hə, onda nə yaxşı oldu? Bu balları yığıb satarıq. Yığıb satarıq, pul eləyib özümüz üçün üçümüzə xərcləyərik. Və bunlar qabları gətirirlər, quyudakı balları qablara doldurmağa başlayırlar. Nəhayət bal quyunun aşağı hissəsinə düşəndə bunlar buna deyərlər ki, sən düş quyuya, orada qalan balları da yığ qablara ver bizə. Biz axırda ipi sallayıb səni də quyudan çıxardarıq. Bu da saf qəlbli uşaqdır. Bunu salırlar quyuya. Bu quyudakı balları da çıxardıb qablara doldurub verir bunlara. Nəhayət bal qutaranda deyir, hə, ipi sallayın, indi mən özüm çıxım. Bunlar deyirlər ki, biz axmağıq, balın pulunu iki nəfərə bölmək əvəzinə, səni də çıxardaq, üçümüzə bölək. Deyir, belə eləməyin, məni də burada qoymayın, çox para hər şey salır, bunlar bunu saymırlar, quyuda qoyub çıxıb gedirlər. Oğlan qalır orada, bunun da tək oradan çıxması mümkündür. Bunun əlacı kəsilir, başlayır bir kök tapır. Yerdən quyunda eşələməyə. Günlərcə bu acsız qalıb quyunun içərisində eşir, nəhayət bir xırda bir dəlik açır. Xırda bir dəlik açır, dəlikdən baxır, görür ki, çöldə nə gözəl mənzərəli bir yerdir. Bu da başqa çıxış yolu yoxdur, bu əlləşirlərlə bu dəliyi böyüdür. Oradan bir təhər nəhayət çıxır çölə, çıxanda görür ki, bura nə gözəl yerdir, bağ, meyvə ağacları, güllər, çiçəklər, çox gözəl bir mənzərəli yerdir. Gəlir, biraz görür ki, burada adamlar, əskərlər, bir taxt var, taxtda bir kraliça əyləşir, bu kraliça da Şahmerandır. Əskərlər bunu tutub gətirirlər Şahmeranın yanına ki, bu adam deyir ki, bu adam kimdir, mən heç bunu görməmişəm. Deyir ki, belə, bu bizi ərazidə gəzəndə bunu görüb gətirdik bura. Şahmeran bundan soruşur, sən kimsən? Bu gənc oğlan bütün başına gələn bəlaları buna danışır. Şahmeran anlayır ki, artıq bunun sonu çatıb. Deyir, hə, sən gəlmişsən bura, artıq burada qalmalısan. Çünki sənin buradan da getməyin qeyri-mümkündür. Sənin buradan getsən, bizim sonumuz çatacaq. Oğlan razılaşır, qalır burada. Bir neçə ay qalandan sonra artıq bu anasın darıxır anasından ötürü deyir, bu
məsələ burada qalsın, qayıdaq onun iki dostlarının yanına, onlar qayıdırlar kəndə, deyirlər ki, bəs oğlan hanı, deyir ki, bilmirik, onun tuvalet lazım oldu, getdi, bir də qayıtmadı, qurtlar yedi, kimə yem oldu, bilmirəm. Bunun nənəsi çox ağlayır, apuf eləyir, qoca qadın da əlindən nə gələcək, bu hadisə ilə barışmalı olur. Artıq indi bu gənc Şahmeranın yanında darıxmağa başlayır. Deyir ki, mənə izin verginən mən gedim, anamı görmək istəyirəm. Deyir, axı biz sənə dedik axı, sən burada qalmalısan, sən getsin, şah məni öldürtdürəcək. Çünki mən şahın dərmanıyam, şah bir xəstəliyə tutulub. Onun da dərmanı mənəm. Bu andaman eləyir ki, yox, mən heç bir söz demərəm, mənə izin ver gedim. Deyir, sən deməsən də sənə dedizdirəcəklər. Deyir, yox, mən demərəm. Deyir, səni zorla döyüb dedizdirəcəklər. Çünki mənim görən adamın kürəyində işarətlər əmələ gəlir. Onlar səni məcbur edib mənim yerimi öyrənəcəklər. Mən səni elə görən gündən başa düşdüm ki, mənim axırım çatıb. Amma sənə bir söz deyim, bunu yadında saxla. Mənim 3 yerə bölüb, 3 qazanda qaynadacaqlar. Başımı bir qazanda, kürəyimi, qarın üstəmi bir qazanda, quyruğumu bir qazanda. Mənim başımın üstünü kim yesə, o çox bilici insan olacaq. Kürəyimlə qarın nahiyəmi isə şahın xəstəliyinin dərmanıdır. Sırtımı da, quyruğumu da zəhərdir. Onu kimə içirsələr, o öləcək. Deyir, sən məni burada bir zirəklik eləsin, onlar sənə başımın suyunu vəzir içəcək, kürəyimlə qarın hissəmin suyunu şah içəcək, quyruq hissəmin də zəhərini sənə içirdəcəklər, səni öldürəcəklər. Amma sən zirəklik edib, baş suyu ilə quyruq suyunun yerini dəyişdirsən, bundan canını qutara bilərsin. Nəhayət belə də olur, bu oğlan gəlir, çıxır evlərinə, anası bunu görür, ağlayır, sevinirlər, qucaqlaşıb öpüşürlər. Bu girib qalır evdə, çölə bayıra çıxmırlar. Artıq şahın xəstəliyi güclənir. Bunlar münəccimlər baxırlar ki, Şahmeranı görən oğlan olub. Ancaq bunu bütün kəndə ələk-vələk edirlər, bu adamı tapa bilmirlər. Birisi deyir ki, bir dənə o qoca yaşlı arvadın oğlu var idi, o qalıb. O birisi deyir ki, yox, o qoca yaşlı arvadın oğlun o vaxtı meşədə canavarlar yedi. Birisi deyir ki, mən bir neçə gündür görürəm ki, həmin yaşlı adam qarının evinə bir cavan oğlan girib çıxır. Əmr eləyirlər, gedin o cavan oğlanı da gətirin bura. Gedib bu oğlanı da tutub gətirirlər. Deyirlər ki, sən Şahmeranın yerini bilirsən. Deyir, andaman eləyir ki, yox, mən Şahmeranın yerini bilmirəm. Deyir, yox, bilirsən. Nəsə bunun paltarını soyundururlar, görürlər ki, bunun kürəyində işarətlər var. Və bunu döyüb məcbur eləyirlər, deyirlər, əgər sən onun yerini deməsən, səni də, ananı da öldürəcək. Bunu məcbur eləyirlər, Şahmeranın yerini öyrənirlər. Bunlar gedib Şahmeranı tutub gətirirlər, Şahmeranın başını kəsib, 3 qazanda baş hissəsini bir, kürək nahiyəsini bir, quyruq hissəsini bir qazanda
pişirib qaynadırlar. Bu oğlanın yadına düşür ki, bu Şahmeran mənə belə bir söz demişdi, baş suyuna quyruq suyunun yerini dəyişdirir. Deməli, baş suyunu bu oğlan içir, bədən kürək hissəni isə şah içir və onun sağalır, xəstəliyi ləğv olub gedir. Quyruq hissəni də bu suyu dəyişdiyinə görə vəzir içir, vəzir ölür. Bu oğlan baş suyu içdiyinə görə bu çox elmli, zəkalı bir adam olur. Şah görür ki, bu belə bir gəncdir. Bunu öz sarayına dəvət edir və özünə vəzir götürür. Bütün məsləhətləri bundan alır. Ona görə də yoldaşları buna tələb qursalar da, axırda yenə bu oğlan qalib çıxır. Ona görə kim saf, təmiz qəlbli insansa, o sonda həmişə qalib gələcək. Heç vaxt nadirişliklə, naxələfliklə irəli getmək olmaz. Ona görə sizin hamınıza təmiz ürəkli qəlb arzulayıram. Diqqətinizə görə çox sağ olun, minnətdarım.